Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodistiyəm. Bugünkü mövzunun sonundan ibarət olacaq ki, istəmsizcə daima beynində keçmişi düşünən və keçmişə tüklərin takılan, Azərbaycan dilində o mövzudan çıxa bilməyən insanlar var. Məsələn, keçmişdə sən hər bir pis, yaxşı bir şey yaşaya bilərsən. Niyə sən onu daima beynində təkrarlayırsan? Beyindir bu, yorulur. Müsbətə doğru, gələcəyə olan hər hansı planları təkzib edə bilmir. Düşünə bilmir. Daima keçmişdə qalıb. Ola bilər hər kəs problem yaşayır. %60%, 70% hər kəsin travması olur. Bu demək deyil ki, daima keçmişdə bağlı qalasan, keçmişin problemləri ilə hər zaman üzləşəsən, çətinləşəsən və yaxud belə deyimsə, yəni pis olasan kimi ünsürlər. Bu doğru bir şey deyil. O mühitdən, o auradan, o düşüncə tərzindən mütləq şəkildə çıxmalısan. Yoxsa sən nə sabahını düşünə bilərsən, nə ondan sonraki qurduğun hər hansı bir karyera planlamasını düşünüb qərar verə bilmərsən. Çünki insanın yaradılış forması daimi olaraq müsbətə doğru getməkdə. Çünki ömür qısadır. Sən bilmirsən, bu gün yaşadın, bəlkə sabah öləcəksən. Heç bir sağlam olan, heç bir nə xəstəliyi, nə psixoloji, nə bədən olaraq daxilində, orqanizmində heç bir problem olmayan insanlar var ki, bu gün yatır, sabah oyanmır. Öldü, qurtardı, bitdi, getdi. Bundan da bir məsələ var, deyir, 40 gündür məzarın, qəbrin soyması. Ondan sonra hər şey unudulur, çıxır gedir. %80-90% belə. %1000-də bir o sənin ölən, dünyasını dəyişən anan ola bilər, bacın, qardaşın, evinin içərisində ola bilər. Təbii ki, unutmarsan, daim ürəyində bir yara olaraq qalır. Biri var, onu düşünmək, yəni hər hansı bir növ keçmiş olaraq bu mövzuya daxil deyil, o təbii haldır. Bir də var ki, sən hər şeyi durub sorğulamaq, onu təhlil eləmək, o ki, bu sənin səhvindir və səni bu uçuruma aparır. İnsan nə yaşasa da belə, ən azından bitdi, keçdi, getdi, gələcəyini düşünməli. Təbii ki, hər şey əxlaq çərçivəsində. Yəni, sizlər tutdunuz, anladınız, başa düşdünüz, tam olaraq deyirəm. Əxlaq çərçivəsində hər şey ola bilər, problem ola bilər. Amma müəyyən problemləri, bir məsələ var ki, qarışqanı fil etmək də yəni doğru bir şey deyil. Sən ona düşündün, bu gün sən pis oldun, sabah sən pis oldun, nəsə verəcəklər. Yoxsa gələcəyi bir kimsə sənin yerinə fikirləşsə, əsla, heç kim fikirləşməyəcək, özün fikirləşməlisən. Onun üçün mütləq şəkildə keçmişi, ən azından gələcəyini, indiki həyat dərsini yüksək səviyyədə də olmasa da, ortadan bir plus yuxarı düşünmək istəyirsənsə, indini düşün və gələcəyini qur. Bu qədər. Suallarınız olduqda görə şərh bölməsinə yaza bilərsiniz və yaxud fikirləriniz olsa məlumat verə bilərsiniz, bölüşə bilərsiniz.